Salam izləyicilər, hər vaxtınız xeyir olsun. Bu videoda Azərbaycan Respublikası landşaftına aid bəzi suallara baxırıq. Test toplusuna aid suallardır. Deməli, 66-cı sual. Xəritə sxeminə əsasən yarım səhra, düzən çəmən meşə və dağ meşə landşaftını yaydığı müvafiq əraziləri müəyyənləşdirin. Deməli, yarım səhra deyir. Yarım səhra əraziləri əsasən Küraraz ovalığı olur. Ona görə də 3. Deməli, 3-dən başladıq. Yarım səhra. Düzən meşə landşaftı deyəndə 4 dənə yer. Biri bura, Qusar Mali düzənliyi, Qanıqəyərçay, Lənkəran və Kürətrafı ərazilər, Tuqay meşələri. Bunlardan da yalnız burada 1 var. Ona görə də bunu da götürdük. Dağ meşə isə dağlıq zonalarda olan. Burada da dağlıq zona bir dənə 2-dədir. 3, 1, 2 D variantı. 67-ci sualda yenə düzən meşə, yenə həminki nöqtələr. Baxın, bura, ondan sonra bu, Qanıqəyərçay, Lənkəran ovağı, bir də Tuqay meşələri. 1, düzən meşə. Ondan sonra dağ meşə dağlıq hissələrdə olur. Ona görə 2. Bir də ki, dağ çəmən var. Dağ çəməndə lap zirvələrdir. Orta dağlıqlarda meşə olur 1800 metrə qədər. Amma lap yuxarılarda dağ çəmən, soyuq iqlimdə dağ çəmən olur. Mülayim iqlim, deməli yarım səhrada, yarım səhra quru çöldə, yarım səhra landşaftıdır. Meşələrdə dağ meşələri mülayimdə, dağ çəmənləri olur soyuqda. Bir də subnival nival var, o da tundra iqliminə uyğun gəlir. Bir də ki, bu da yuxarıda Kəlbəcər ərazilərdir. Ona görə də 1, 2, 4 C variantı. Xəritə sxemdə AB landşaftı üzrə müvafiq ardıcıllıqları müəyyən edin. Müvafiq ardıcıllıqlar. Deməli, A-da çöl yoxdur, çöl zonası. Məsələn, A-nan B buna görə getdi. Baxın, bayaq dedik ki, Lənkəran ovalığı, Lənkəran yox, Qanıqəyərçay ovalığı düzü. Qanıqəyərçay düzü, burada düzən meşə, çəmən meşə landşaftıdır. Düzən çəmən. Baxın, bu da getdi, yarım səhra deyil. Ondan sonra olur dağ meşələri. Baxın, çöl yadıbdır. Birinci meşə gəlir. Düzən meşə, dağ çölləri Y variantında, dağ çəmən, bozqır, lap yuxarıda bozqır olmaz axı. Ona görə səhvdir. Bir dənə doğru cavab C qalır. Düzən çəmən meşə, çəmənlərdən sonra meşə, dağ meşələri, dağ çəmənləri, bir də qayalı subnival nival olmuş olur. C variantı doğrudur. 68. Ondan sonra yenə AB landşaftı üzrə variantları çıxa-çıxa hesab doğru cavabı tapaq. Deməli, baxın yenə Lənkəran ovalığında düzən meşədir. Ona görə də A-nan D variantları doğrudur. A-nan D variantı. Ondan sonra burada meşə gəlir, ondan sonra çöl gəlir. Çünki burada landşaft inversiyası var idi axı Lənkəran zonasında. Normalda birinci çöl gəlməlidir, sonra meşə gəlməlidir. Yəni D-dəki kimi. Amma burada inversiya olduğuna görə A variantı doğrudur. 70-ci sualda Azərbaycanda meşə landşaft qurşağından yuxarıda. Meşə landşaftdan yuxarı olanlar daha çox, yəni 1800 metrdə də meşə, 1800 metrdən yuxarı olanlar. Bunlarda daha çox vulkanik yarı tərəflərə uyğun gəlir. Okean səviyyəsindən aşağıda, yəni Küraraz zonasına uyğun gələn, orada olan meşə landşaftı daxilində yerləşən göllər Azərbaycanda göl gölü demək olar. Baxın, məsələn, axırıncıya deyir ki, meşə landşaftına daxil olan, meşə landşaftının içində olan Ağzıbirçala Xəzər sahilindədir. Ona görə olmaz. Məsələn, Böyük Alagöl lap yuxarıdadır, Batabat yuxarıdadır. Ağgöl yox, o da yəni düzən ərazidədir, Göygöl. Baxın, elə Y variantı doğrudur. Demək, Böyük Alagöl 1800 metrdən yuxarıdadır. Yəni 3000 metrə yaxındır təxminən. Hacıqabul dəniz səviyyəsindən aşağıdadır. Küraraz ovalığında yerləşir. Göygöl də meşə landşaftının içərisindədir. Yəni testlərdə düşsə, Göygölü meşə landşaftının içərisində götürün. Ondan sonra Azərbaycanda dağ meşə landşaftı qurşağında okean səviyyəsindən aşağıda dağ meşə qurşağında yerləşən. Yəni baxın yenə. Burada da
Göygöl yenə ən axırda dağ meşənin içərisində yerləşən Göygöldür. Ondan sonra baxaq gör C variantı uyğun gəlirmi? Maral göl. Deməli dağ meşə qurşağında. Dağ çəmən. Dağ çəmən deyilsə deməli yuxarıda olmalıdır da bu. Yuxarıda olmalıdır. Deməli Böyük Alay gölündən dağ çəmən olar. Bir də Qaragöl hər ikisi. Bir də okean səviyyəsindən aşağıda deyir. Azərbaycanda dağ çəmən landşaftı qurşağında olar. Okean səviyyəsindən aşağıda yerləşir. Deməli Candargöl okean səviyyəsindən yuxarıdadır axı. Ona görə də B də getdi. Ağgöl, bir də Göygöldə meşə qurşağının daxilində yerləşir. C variantı. Sxemə əsasən Böyük Qafqazda Nival, dağ meşə, yarımsəhra və dağ çöl landşaftına müvafiq gələn hündürlükləri müəyyən edin. Deməli burada. Yəni deməli baxın Nival deyir. Nival lap yüksəkdədir. Yəni 4-də, 6. Buraya yazaq Nival. Ondan sonra dağ meşə dedi ki 1800-2000-ə qədər, 800-dən 2000-ə qədər, yəni 3-ə. Ən yüksək zirvəsi 2000, yəni meşə zolağının ən yuxarı hissəsi bir dənə Azərbaycanda Babadağda 2500 metrədədir. Normalda 2800 metrə qədər gəlir. Deməli burada oldu meşə, dağ meşə, yarım səhra lap aşağıda, yəni burada bir də yarım səhra. Ondan sonra da çöl gəlirdi. O da oldu 2. 2 ədəd çöllər. Deməli 6 Nival, dağ meşə. Deməli 6-3. 6-3 D variantı. Bir də yarım səhra, 2 də çöllər. Deməli belə olur da. Yarım səhra, çöllər, çöldən sonra meşə, subnival, meşə, dağ meşələri, subnival, nival. Bu formada çəmənlər, yəni subalp çəmənlikləri, subnival, nival. Belə. İzah bura qədər idi. Hələlik sağ olun.